Salamlar, gələcəyə doğru super maraqlı bir səyahətə çıxmağa hazırsınız. Bugün biz sizlərlə birlikdə həyatımızın bəlkə də ən vacib qərarlarından birinə, peşə seçimi dünyasına baş vuracağıq. Unutmayın, bu sadəcə bir iş tapmaq deyil, bu öz gələcək hekayənizi yazmaq deməkdir. Yaxşı, gəlin başlayaq. Hər şeydən əvvəl bir anlıq dayanıb düşünək. Hətta gözlərinizi də yuma bilərsiniz. Təsəvvür edin, düz 10 il sonradır. Siz kimsiniz? Haradasınız? Nə işlə məşğul olursunuz? Bax, bu suallara elə bütün səyahətimizin açarıdır. Bilirsiniz, peşə seçimi elə-belə bir şey deyil. Bu, həyatınızın trayektoriyasını müəyyən edən çox vacib bir addımdır. Yəni, bu qərar sizin sabah necə bir insan olacağınıza, nə qədər xoşbəxt olacağınıza, hətta cəmiyyətdəki yerinizə birbaşa təsir edir. Düzgün seçim eləsəniz, bu sizə təkcə yaxşı gəlir yox, həm də mənəvi bir rahatlıq gətirəcək. Bəs ümumiyyətlə peşə nə deməkdir? Gəlin sadələşdirək. Bu, sizin bacarıqlarınızı, istedadınızı, potensialınızı ortaya qoyub, cəmiyyətin dəyərli bir parçasına çevrilməyiniz üçün bir vasitədir. Hər bir peşə, istər həkim olsun, istər müəllim, istərsə də qaynaqçı, cəmiyyətimiz üçün əvəzsizdir. Onlar bizim həyatımızı daha yaxşı, daha asan edir. İndi isə gəldik ən maraqlı yerə. Gəlin peşələrin o geniş, rəngarəng dünyasına birlikdə bir səyahətə çıxaq. Kim bilir, bəlkə də bu səyahətin sonunda siz öz gələcəyinizi tapacaqsınız. Hazırsınız? Səyahətimizdə ilk dayanacağımız sənaye və istehsalat. Yəni, iqtisadiyyatın motoru desək, yalan olmaz. Baxın, elə indi əlimizdə tutduğunuz o telefondan tutmuş, əynizdəki paltara qədər bütün bunları məhz bu sahənin peşəkarları yaradır. Mühəndislər, texnoloqlar, mexaniklər, onlar ideyaları, texnologiyanı bizim üçün real, əllə tutula bilən məhsullara çevirirlər. Ölkənin inkişafı birbaşa onlardan asılıdır. Əşyalarımızı, fiziki dünyamızı quran insanlardan indi keçirik canımızı etibar etdiyimiz peşəkarlara. Bəli, söhbət təbii ki, tibb və səhiyyədən gedir. Həkimlər, tibb bacıları, cərrahlar. Düşünün, onlar xəstələnəndə bizə kömək edən, bəzən həyatımızı xilas edən əsl qəhrəmanlardır. Onların gördüyü işin məsuliyyəti çox böyükdür və hər birimizin sağlamlığı üçün həyati dərəcədə vacibdir. Bədənimizi sağaldan həkimlər varsa, deməli, ağlımızı, beynimizi və gələcəyimizi formalaşdıranlar da var. Bunlar kimlərdir? Əlbəttə ki, təhsil və elm sahəsinin fədailəri. Müəllimlər sabahın həkimlərini, mühəndislərini, yəni bütün o digər peşəkarları yetişdirir. Alimlər isə dünyamızı kökündən dəyişən kəşflərə imza atırlar. Bu, necə deyərlər, bütün gələcəyin təməlidir. Və gəldik müasir dünyanı onlarsız təsəvvür etməyin qeyri-mümkün olduğu bir sahəyə. İKT və rəqəmsal texnologiyalar. Bu sahə o qədər sürətlə inkişaf edir ki, proqramçılar, web dizaynerlər, kiber təhlükəsizlik mütəxəssisləri bizim bütün rəqəmsal həyatımızı qurur, onu qoruyur və digər bütün sahələrin, tibbin də, təhsilin də daha səmərəli işləməsini təmin edir. İndi isə bəlkə də insanlığın ən qədim peşəsinə, kənd təsərrüfatına baxaq. Amma fikirləşməyin ki, bu köhnə bir sahədir. Heç də yox. Bugünün fermerləri, aqronomları dronlardan, ağıllı sistemlərdən istifadə edirlər. Yəni onlar həm təbiəti, həm də texnologiyanı birləşdirərək süfrələrimizin bərəkətli, qidamızın təhlükəsiz olmasını təmin edirlər. Təbiətlə texnologiyanın möhtəşəm bir vəhdəti. Yaxşı, bəs bütün bu sahələrin nizam-intizamla, qayda-qanunla işləməsinə kim zəmanət verir? Bax, burada da iqtisadiyyat, maliyyə və hüquq peşəkarları dövrəyə girir. İqtisadçılar, hüquqşünaslar, mühasiblər. Onlar bir növ cəmiyyətin oyun qaydalarını müəyyən edir, iqtisadiyyatın sağlam olmasını və hər birimizin hüquqlarının qorunmasını təmin edirlər. İndi isə biraz da ruhumuzdan danışaq. Həyatımıza rənc qatan, onu mənalı edən bir sahə, incəsənət və mədəniyyət. Rəssamlar, musiqiçilər, aktyorlar, memarlar, onlar bizim mədəni irsimizi qoruyur, bizə ilham verir və dünyanı, etiraf edək ki, daha gözəl, daha yaşanlası bir yerə çevirirlər. Və səyahətimizin bu hissəsini xidmət sektoru ilə tamamlayırıq. Bu sahə birbaşa insanlarla ünsiyyətə və onların həyatını asanlaşdırmağa yönəlib. Turizm, logistika, satış, bütün bu peşəkarlar bizim səyahət etməyimizi, alış-verişimizi, ümumiyyətlə gündəlik həyatımızı daha rahat və daha xoş etmək üçün çalışırlar. Baxın, bu da bizim peşələr xəritəmizin qısa bir icmalı. Bütün bu fərqli görünən sahələr əslində bir-birinə necə möhkəm bağlıdır. Görürsünüz, biri olmadan o biri də tam olmaz. Hamısı birlikdə bizim cəmiyyətimizi, yaşadığımız dünyanı qurur. Yaxşı, bu qədər seçim gördük. Bəs indi əsas suala gələk.
Bu qədər seçim arasında insan özünü biraz çaşqın hiss edə bilər, elə deyilmi? Bəs bütün bu peşələr içindən öz yolumuzu necə tapaq? Heç narahat olmayın. Bu işdə sizə kömək edəcək şəxsi kompasınız. Yəni, sadə bir bələdçimiz var. Deməli, 4 sadə addım var. Birincisi, özünüzü kəşf edin. Yəni, mən nəyi sevirəm, nədə güclüyəm? İkincisi, ətrafınıza baxın, bazarı araşdırın. İndi hansı peşələrə daha çox ehtiyac var? Üçüncüsü, biraz gələcəyə baxın, hansı sahələr inkişaf edir? Və dördüncüsü, ən vaciblərindən biri. Məsləhət alın. Valideynlərinizdən, müəllimlərinizdən, tanıdığınız peşəkarlardan soruşun. Bax, bu 4 addım sizin üçün əla bir yol xəritəsi olacaq. İndi isə gəlin vaxt maşınına minib biraz da gələcəyə baxaq. Görəsən, sabahın iş dünyası necə olacaq? Texnologiya və yeni tələblər hansı peşələri ön plana çıxaracaq? Diqqət edin, bu peşələr artıq gələcəyin reallığıdır. Süni intellekt, data elmi, kiber təhlükəsizlik. Ən maraqlısı odur ki, bu sahələr tək başına mövcud deyil. Onlar bizim bayaq danışdığımız bütün o sahələri, tibbi, sənayeni, hətta kənd təsərrüfatını belə kökündən dəyişir. Təsəvvür edin, süni intellekt həkimə düzgün diaqnoz qoymağa kömək edəcək, data elmi fermerə nə vaxt suvarma lazım olduğunu deyəcək. Yəni, bu peşələr sabahın dünyasında hər yerdə olacaq. Yaxşı, artıq bir çox məlumat əldə etdik. İndi isə növbə sizindir. Unutmayın ki, ən uzun, ən böyük səyahətlər belə atılan o bircə, ilk addımla başlayır. Əsas məsələ qərar verib hərəkətə keçməkdir. Elə isə özünüzə bu sualı verin. Mən bugün, elə indi, öz gələcəyim üçün hansı kiçik addımı atacağam? Bəlkə maraqlandığınız bir peşə haqqında internetdə qısa bir araşdırma edəcəksiniz. Ya da hansısa sahədə çalışan bir tanışınızla söhbət edəcəksiniz. Və ya sadəcə bir vərəq götürüb sevdiyiniz şeyləri yazacaqsınız. Seçim sizindir. Bu yolda hamınıza uğurlar.